Salam əziz Power BI həvəskarları. Bu gün sizlərə iki dənə DAX izah eləyəcəyəm. Bunlar search və subtitle DAX-lardır. Gəlin, vaxt ilmədə adətimiz üzrə rəsmi mənbə olan Microsoft Learn-dən ilk öncə search, yəni adından da tərcümə edə bildiyiniz axtarış, poisk DAX-la başlayaq. Returns the number of the character at which a specific character or text string is first found. Qaytarır nömrəni, yəni sıra sayını, verilən rəqəmi, spesifik karakteri və yaxud stringi birinci gördüyü yerin rəqəmini qaytarır. Reading left to right, yəni soldan sağa doğru. Misal üçün search burada S-i axtarmaqla ötürü, S axtarsaq burada bir rəqəmi verəcək. Yəni soldan sağa doğru hesablayır. Sağdan sola olsaydı 1, 2, 3, 4, 5, 6 olasıydı. Search is case insensitive and accent sensitive. Yəni misal üçün search axtarırıqsa, bu da hamısı böyük hərflərlə yazılır. Proper. Amma balaca yazılsa bile yenə də search-ü tapasıdır. Və accent insensitive. Accent burada nə edəcəkdir? Sizə mən göstəreyim. Bəzi rəqəmlər var. Burasında. Misal üçün A, biraz A uzadılır. Bu aksentdə, yəni A'dır. Sadəcə aksentdə uzalma və s. qısalma olaraq bilir. Misal üçün biz bunu axtarsaq, A səhvin bu uzanma işarəsidir. Amma sözdə sadə A-dırsa və qısa A-dırsa, o zaman rəqəm verməyəsidir. Gəlin, DAX-ın arqumentlərlə tanış olaq. Birincisi find text. Yəni, nə axtarırıq? Rəqəmdir, sözdür, hərfdir və s. Within text, daxilində textin. Tərcümə olunur, bunu istəyir. Tekstə. Yəni nəyin? Bu sütun olaraq da çıxış edə bilər. Adətən sütun olaraq çıxış edir. Start number. Normalda 1-dən başlayır. Yəni biz bunu burax keçsək, bu 1 olaraq götürəcək. Amma siz misal üçün burada A-nı axtarırıq biz search sözündə. Əgər 1 yazsaq, bizə 3 verəsidir. Gəlin istəyirsə bunu bir dənə ilə belə göstərim sizə. Məncə burada olasıdır. Measure. Bəli, measure ala bilirik. Nümiş bəli. Search. Find text. A. Within text. Bir, iki, üçdür. Gəlin də bura. Misal üçün 2 rəqəmi yazsaq. Bu bir nə deməkdir? Yəni, əgər burada, misal üçün, search eləyək, misal A eləyək, A-ya arçı olsun. Bunu silirəm. Nəticə nə verəsidir? 1 verəsidir. Çünki birinci A-dır. Amma misal üçün burada 2 yazsam 3 verəsidir. Yəni artıq buranı bura qədər, 2-yə qədər olasıdır. Yəni 2-dən sonralara baxmayacaq. Bu da bu qədər. Gəlin indi real bir nümunəyə baxaq. Deməli, sadə nümunəyə şeylər, bu measure bizə lazım deyil. Bunu silə bilərik. From model getdi new column is pro search find text nə axtarırıq? Pro sözünü harda model və start position 1 qoyaq. Əgər tapılmazsa qoy 0 versin.
Bəli, 1001. Yəni bunu məsələn proqramlaşma və s. işlədənlər 1-0 false deməkdir. 1 həmişə true'dur. Sadəcə VBA-da bu fərqlidir. Bilmirəm, sizin bildiyiniz bir başqa proqramlaşma dilində fərqli olanlara kommentlərdə yaza bilərsiniz. Amma adətən %99 hallarda bir true, yəni vardır anlamına gəlir. Baxın, burada bir maraqlı bir məqam var. Bu dedik 0 göstər, əgər səhv olarsa. Əgər, misal üçün burada isn't yazmaq istəsək, bizə error verəsin. Bəli, bunu isə necə aradan qaldırırıq? Bunu bizə köməyə if düsturu gələsidir. If burada 0 qoyduq. Araladıq. Əgər 0-dan böyükdürsə is pro, əgər deyilsə isn't pro. İndi işləməlidir. Bəli. Dedik, pro olan modelləri üzə çıxart. Is pro, bəli, pro var. Is pro var. Burada max start. Pordu burada pro deyil. Gördüyünüz üzrə. Burada isn't verdi, burada is verdi. Bu bunun sadə istifadəsi. Search əsasən, yəni məntiq üzrə belə işləyir. Digər kombinasiyalara özünüz araşdırıb baxa bilərsiniz. Amma bu işdən işə dəyişir deyə mən əsas məqsədim sizə ümumi bir bilik verməkdir. Zaten məntiqini biləndən sonra bu düstur istəyir 100 sətr olsun, əsas odur məntiqini biləsiniz. Yəni bunu özünüz tapasınız və s. və ilə. Digər daxımız substitute, bu əvəz etmə deməkdir, zəminiyyət. Bunu vaxtı ilə PlayStation oynayanlar substitution bölməsindən bilərlər. Gəlin, təyinatına replace existing text with new text in a text string. Yəni, teksti, müəyyən bir teksti, rəqəm və s. əsasən teksti köhnə sütun, yəni əvəz edir. Lord ilə çıxsaq, argumentləri tekstdir, old text, new text, bir də instance number. Bu da neçə simvoldan sonra dəyişiləcək onu göstərir. String of text. Bu text formasında qaytarasıdır. Düsturun outputu text formatında olasıdır. Gəlin bir nümunəyə də baxaq sizinlə. Bura bir dənə də new column verək. New column adı subs text olsun. Substitute. Bizə model lazımdır. Model sütunu üzrəsinin text olaraq harada nəyə dəyişəsi yoxdur. Old text, bəli, köhnə texti qeyd edirəm. Burada bir dənə xaritəmizin üzrə for sözü var idi. Bu, misal üçün, sensitivdir. Yəni, bununla iri hərflərlə yazsam heç də dəyişilməyəcək. Baxın, özünüz görəsiniz. Yəni, birincidən başlasın. Baxın, por olaraq qaldı. İndi isə mən bunu balacalaşdırım. Bu oldu pro. Burada bir dənə por var idi. Gəlin bu argumentdən biraz bəhs edək. Bunu 2 eləsəm, yenə 2 olasıdır. Çünki burada por birinci sözdür deyək, birinci simvol birləşməsi, yəni boşluq və ya da ayrı bir rəqəm hərfi yoxdur. Bunu bir olaraq dəyişək. Gəlin indi
Bu qədər. Bu günlük fikirləşirəm, artıq əlavə etməyə bir şey yoxdur. Yenə əlavə suallarda və maraqlı nüanslar səhv tutsanız, rəy bölməsində qeyd edə bilərsiniz. Sağ olun, sağlıqla qalın.